Amonimliyi olmayan frazeoloji birləşməni müəyyən edin. Bir frazeoloji birləşmə amonim olması üçün onun ifadə etdiyi mənaların hər ikisi məcazi mənada olmalıdır. Ürəyə yanmaq amonim ola bilər. Çünki ürəyə yanmağın bir mənası susamaq, bir mənası isə kiməsə yazığı gəlmək deməkdir. Cavabımız ələ baxmaq olacaq. Çünki ələ baxmaq yalnız bir mənada işlənir. O da kiməsə möhtac olmaq. Əldən çıxarmağın mənası qaçırmaq, qaçmağına imkan vermək, yəni əldən buraxmaq nə isə. Digər mənası isə hansısa bir işi görüb qurtarmaq deməkdir. Növbəti frazeoloji birləşməmiz dilindən çıxmaqdır. Dilindən çıxmaq isə söz vermək, dediyi sözü yerinə yetirməyə məcbur olmaq. Bir də bir şeyi çaşıb demək, yəni istəmədən deməkdir. Dil açmaq frazeoloji birləşməsinin mənaları isə ilk dəfə danışmağa başlamaq, bir də yalvarmaq, xahiş etmək, dinmək, dərdini söyləmək, ağız açmaq mənasında işlənir.